Salam. İstəyirəm biləcə tas kebab öyrədəm. Tas kebab. Bu ətidir. Təqribən 10 tikə ət. Bunu bıçaqla vururuq. Açarıq ətləri. 10 tikə ətdir. 3 dənə soğan. Bir dənə heyva. Bir dənə qoca frənci, bir dənə yer alma, 10 dənə alı xoşq, bir tikə də kərə. Sonra indi ədviyyə, hər birindən bir qaşığı çayxoru, ədviyyə, zərçübə, filfil, sumaq, 3 qaşıq. 3 qaşığı mürəbbə xoru. Bu 1, 2, bu da 3. Bu sumaq. Bu vaxt bir qaşıq, yarım qaşıq duz. Bəli ki, çox duzlu olmasın. Hər kəs istəsə çox duzlu eləyə bilər, o duz. Bir az zəfəran. Sonra filfili qırmız. Bir az ki, hər kəs istəsə çox acı eləyər, çox acı eləyə bilər. Bu da filfili. Sonra zərçübə bir qaşıq. Bir qaşıq zərçübə. Bu da zərçübəsi. Biraz da ədviyyə. Ədviyyə. Bu da ədviyyəsi. Bunları qəşəng qatarıq bir-birinə. Belə. Soğanları bir barmaq cadı kəsirik. Çox kulov kəsirsən. Kəsirik bu cür. Bu ətlərə bir bıçaq vurasınız. Neçə dənə bıçaq vurasınız ki, biraz nərm olsun. Kebab bərk kimi. Bu soğanlardan bir seri qoyuruq alta. Beləsi. Bir tikə bu ədviyyədən səpərik üstlərinə. Belə. Sonra bu ətlərdən bir seri qoyarıq. Bu ətlərdən bir seri qoyuruq bura. Amma bir seri də beh qoyuruq üstünə. Heyva. Bu heyvadır. Bu bir seri qoyduq. Sonra bir seri də yer alma qoyuruq üstünə. Sonra qoca frəncini kəsirik. Qoca frənci. Qoca frəncini qoyuruq. Duvara ət. Ət qoyuruq. Bu ət. Sonra ədviyyə çökürük buna. Bu 10 dənə alıdır. Bu 10 dənə alını qoyuruq vəsətə. Böyle. Vəsətə. Dubara soğan. Soğan qoyuruq. Soğanları qoyuruq bura. Dubara bir dənə də qoca frənci bura qoyaq. Sonra gene bir zərrə
adliyeden satmışıq bunların üstünə. Soğan adliyə. Bir ləbi ət. Bir ləbi soğan. Və beh. Bunları qoyduq. Gənə bu adliyədən səpərik üstlərinə. Gənə bu soğanları da qoyarıq üstünə. Yerəlmə beh. Bunları qoyuruq bunun üstünə. Gənə bu soğanları. Qalan adliyanı da tökürük üstünə. Sonra çərəmi görsət. Bu çərədə neçə tikə qoyarıq bunun üstünə. İndi bunun qapağını qoyuram. Buna əslən su tökməyəsən. Bunlar soğanın suyuyla qəşəng özü pişər. 45 dəqiqədə pişər bunlar.